Salam dostlar. Bugünkü dərsimiz utility classes deyə adlanır. Yəni bunun tərcüməsini ortaq klasslar, ondan sonra belə deyək tərtib klassları deyə bilərik və ya Azərbaycan dilində tam tərcüməsini deyə bilməyəcəm. Bunların vəzifəsi nədir? İndi biz deməli HTML-də işləyərkən burada mən papkalarımı yaradım. Bəsit bir dənə interfeys yaradım. Burada deməli gəlim. Burada CSS klassımızı deyə, CSS klassımızı deyə, faylımızı yaradaq. Və yaratdıq burada. Gəlirəm bura və bu linkimi də qoşuram. Deyirəm ki CSS style CSS. Burada mən bəsit bir dənə box klassı yaradıram. Box div yarattım və class box verdim buna. Və buna bəsit bir dənə format verirəm burada. Gəlirəm, deyirəm ki width olsun, deyək ki 400 piksel. Height olsun 500 piksel və background olsun ground olsun və hər iki bir dənə border verək. Border 1 piksel solid red. Belə bir klassımız var, belə bir divimiz var və burada mən bunu yazmışam. Hətta biz belə istifadə edək. Box container deyək. Və bunun içərisində də 5 dənə bundan yaradaq. 5-6 dənə bundan yaradaq. Və bunlara burada xüsusiyyət verim. Gəldim bura, bunu silirəm. Box container deyirəm. Və burada deyirəm ki width olsun 1200 piksel və ondan sonra deyirəm ki margin 0.6 olsun. Ona əlavə də gəlirəm, deyirəm ki bura display grid olsun. Ondan sonra grid template columns repeat 1 FL olsun. Yəni 2 üstünə bölünsün və aralarındakı məsafə də olsun 20 piksel. Bunu verdik. Və burada box klassına da belə bir xüsusiyyət verim. Width sadəcə border verim 1 piksel solid red görünsün deyə. Bir də height verim. Məsələn 100 piksel. Bunu verdik. Və nəticə itibarilə mən belə bir görüntü görə bilirəm. İndi mənim ekranımda 6 dənə fərqli 6 dənə qutu var, div var və hər birinin rəngi, çərçivə rəngi qırmızıdır və indi mən qabağımda belə bir məqsəd qoyuram. Mən məsələn istəyirəm ki, buradakı klassda, buradakı şeylərin, məsələn bunun arxa fonu mavi olsun, bu yaşıl olsun. Bunu məsələn qırmızı eləmək istəyirəm, bu sarı olsun, bu yenə yaşıl olsun, bu mavi olsun. Yəni fərqli rənglər vermək istəyirəm. Bunu normal şəkildə eləmək üçün bir neçə variant var. Necə? Mən gəlib burada tək-tək hər birinə style verə bilərəm. Və ya əlavə, necə deyərlər, buna deyə bilərəm ki, məsələn, hal-hazırki vəziyyətdə mən bunları əgər fərqli rənglər vermək istəyirəmsə, bunların hər birinə ayrı-ayrı klass adı verməliyəm. Box 1, Box 2, Box 3, Box 4, Box 5. Yəni bu, necə deyərlər, bu iki üsul da çox köhnəlmiş bir üsuldur bu formu verə bilmək üçün. İndi mən oturub fikirləşirəm ki, mən bunu necə optimallaşdıra bilərəm və CSS burada bizə icazə verir ki, bir elementə, yəni ki, buradakı bir dənə bu elementə mən birdən çox klass verə bilərəm. Bu birdən çox klass verməkdə mənim artıq məndə bir ideya yaradır. Əgər bu birdən çox klass əldə edirsə, klass verə bilirəmsə, bu nə deməkdir? Verəcəyim hər iki klassın da xüsusiyyətini bu element daşıyacaq. Yəni ki, mən gəlsəm bura belə bir dənə klass verirəm. Deyirəm ki, BG Blue.
deyək, özüm bir ad verirəm. Yəni background blue adında bir ad verirəm və gəlirəm belə bir class yazıram. Diqqət edirsinizsə, gəlirəm bura deyirəm ki, BG blue, deyirəm ki, background blue. Diqqət edin və diqqət edin, bu elementim, div elementim, buraya yazdığım diyor. Neçə dənə class var? Box klassı var və BG blue klassı var. Deməli ki, bu nə edir? Hər iki klassın xüsusiyyətini özündə daşıyır. Hər iki klassın xüsusiyyətini özündə daşıyır və bu mənə bir ideya verir. Fikir verin. Mən bura gəlib sabah, məsələn, deyək ki, başqa bir klası, başqa bir elementi də bu klası versəm, bax, bu klası versəm, fikir verin, onu da mavi eləmiş olacam. Baxın, strukturuma dəyişmədim, strukturuma toxunmadım və o elementlərə bu klası verdim. Onda mən belə deyirəm. Deyirəm ki, əgər mən daha əvvəlcədən özüm üçün hazır klaslar yazsam, məsələn, arxa plan üçün klasslar yaza bilərəm, rənglər üçün klass yaza bilərəm, ondan sonra ağlıma gələn, hansı ki, layihəmdə çox istifadə olunacaq, mən bunları öncədən yazıb qoya bilərəm, daha sonradan başlaya bilərəm istifadə eləməyə. Məsələn, deyək ki, nümunə verək, deyək ki, adicə, məsələn, mən burada nə vermişəm? Border vermişəm, border'ı da silirəm. Gəlirəm, məsələn, burada bir dənə klass yazıram, deyirəm ki, border red olsun. Məsələn, deyirəm ki, border 1 piksel solid red. Ondan sonra gəlirəm, bir dənə də klass yazıram. Baxın, deyirəm ki, border blue olsun. Onun da border blue olsun. Ondan sonra dəyişdirirəm, eləyirəm, border green eləyirəm, məsələn. Green. Bunu da green eləyirəm. Və ondan sonra bunu da eyni şəkildə, baxın, BG blue yerinə artırıram BG red deyirəm. Bunlara özüm verirəm. Red. Ondan sonra deyirəm ki, BG green. Green. Bunu da yazdım. Ondan sonra bir dənə də əlavə deyirəm ki, text blue deyirəm. Deyirəm ki, color blue. Bu artıq bunu da nə üçün yazıram? Mətinlərin rəngi üçün. Bunu da 3 dənə eləyirəm. Buna deyirəm red. Bu olsun red. Buna deyirəm green. Buna deyirəm green. Bunu yazdıq. Və indi gəlin bunların içərisinə yazılar doldurun. Görə bilməyim üçün. Yəni yazı dolduraq. P yazaq, oraya eləyək. Və belə bir görüntüm var hamısında. Diqqət edirsinizsə. İndi mən burada görürsünüz ki, standart rəngdir, qara rəngdir və s. və s. rəngdir. Mən indi artıq bunları başlayacağım formalaşdırmağa. Deyirəm ki, baxın, hazır klasslarım olduğu üçün deyirəm ki, bunun background'ı blue olsun, border red olsun, text green olsun. Baxın, bunu bu şəkildə vermiş oldum. Ondan sonra, məsələn, ikinci klasa gəlirəm, deyirəm ki, bunun BG, arxa planı red olsun, border blue olsun, ondan sonra text də green olsun. Baxın, mən bu şəkildə görürsünüz, əlavə klasslar yazaraq istənilən xüsusiyyəti verə bilərəm. İndi mən sadəcə nə üçün yazdım? Border üçün yazdım, rəng üçün yazdım. Ondan sonra deyək ki, bir də arxa fon rəngi üçün yazdım və mən bunu genişləndirə bilərəm. İndi bunu genişləndirərkən diqqət eləməyimiz lazım olan şey nədir? Mən bunları təyin eləyəndə bunun mənə gətirdiyi müsbət nədir? Məsələn, mən gəlsəm, burada deyək ki, buna da BG blue desəm, BG blue, ondan sonra text red desəm, border'da green desəm, baxın, ondan sonra buna da yenə eyni şəkildə, bu qalsın belə. Baxın, belə bir görüntüm var.
İndi mən bu layihəni bu şəkildə yazdım deyək ki, eləmi? Adətən web layihələrində rənglər standart olur. Yəni 3 və ya 4 dənə rəng istifadə olunur bütün layihənin hər yerində. Layihənin hər yerində bu rənglərdən istifadə olunur. Düşünün sizin 50 dənə səhifəniz var və bu 50 dənə səhifənin içərisində bu 4 dənə rəngdən çox fərqli yerlərdə istifadə eləmisiniz. Çox fərqli yerlərdə istifadə eləmisiniz və zaman gəlir, layihədə müəyyən dəyişikliklər olunur və belə qərar verilir ki, layihənin rəngi dəyişsin. Bu adətən nə vaxt olur? Məsələn, əgər bir şirkət rebranding edirsə, yəni ki, bütün stilistikasını dəyişdirirsə, yəni ki, logosunu dəyişdirir, rənglərini dəyişdirir. Məsələn, bir neçə il əvvəl Azercell bunu eləmişdi. Yəni bütün logosunu dəyişdirdi, yəni ki, firma rənglərini dəyişdirdi və s. və s. Təbii ki, bu dəyişikliyə bizim veb saytda ayaq uydurmaq məcburiyyətindədir. İndi təsəvvür edin ki, sizə belə bir iş verilib və 4-5 ay sonra layihəni hazırlamışsınız. Layihə 5-6 ay sonra deyir ki, bir layihədə rənglər dəyişilməlidir. İndi normal klassik versiya olsaydı, siz nə etməlisiniz? Hardakı o rəngləri vermisiniz, hardakı o rəngləri gedib onları tək-tək dəyişdirməlisiniz. Və bunun da necə çətin bir şey olacağını yəqin təxmin edə bilirsiniz. Amma indiki vəziyyətdə, məsələn, mənə deyildi ki, buradakı qırmızı rəng dəyişib olacaq, sarı, mavi rəng dəyişib olacaq, məsələn, deyək ki, purple olacaq rəng olaraq. Yəni, dolayısıyla mən bütün layihədə bunları dəyişdirmək üçün mən gələcəm bura. Haradakı, baxın, məsələn, blue olacaq, purple məsələn. Bunu da haradakı blue məsələsini görürəm. Gəlib onu dəyişdirəcəm. Bunu purple edəcəm. Sadəcə 3 yerdə dəyişəcəm. Diqqət edin. Burada da bir dənə purple. Bir yerdə dəyişməklə, baxın, mən arxa fonu dəyişməklə bütün xüsusiyyəti dəyişdirmiş oldum. Bu, əslində bizə nə təmin edir? İşin avtomatlaşdırılması. Yadınızda, burada bir şeyi xatırlamaq lazım ki, biz kod yazanda diqqət eləməliyik ki, kod rahat dəyişdirilə bilən olsun. Bunu bacardığımız zaman biz işimizi sürətləndirmiş oluruq. Biz sistemimizi optimal yazmış oluruq, yəni istənilən vəziyyətə uyğun hala gətirmiş oluruq və bunun artıq siz özünüzü bu istiqamətdə nə qədər inkişaf elətdirirsiniz. Yəni ki, öncədən yazacağınız layihəni, biz indi bir layihə yazanda öncədən bir analiz edəcəyik ki, burada nələr ortaqdır? Yəni, bütün layihə boyunca hansı xüsusiyyətlər təkrarlanır? Rənglərmi təkrarlanır, ölçülərmi təkrarlanır, ondan sonra müəyyən görüntülərmi təkrarlanır. Bunları analiz elədikdən sonra o bir dəfə hazır sistem yazsaz özünüzə, ondan sonra görəcəksiniz ki, sizin layihəniz çox daha rahat yazıla bilir. Ona görə indi onun bir nümunəsini bugün yazacaq. Biz indi layihə yazarkən bizim ən böyük problemimiz həmişə layihəni, məsələn, deyək ki, buradan bir layihə götürsək, məsələn, deyək ki, nə olsun? Amazon olsun elə. Amazonun saytına baxırıq, misal üçün. Məsələn, bu sayta diqqət eləsəz, burada ən böyük məsələ, baxın, bura 4 sütuna bölünüb, yuxarıda bir dənə sütun var, ondan sonra aşağıda deyək ki, yenə 4 dənə sütun var, burada 4 dənə sütun var, burada 1, 2, 3, 4, 5, 6, 7 dənə sütun var aşağı hissədə, baxın bu hissədə, bu hissələrdə. Və bunları əgər mən ümumi layihənin strukturunu, yəni ki, wireframe-ini nə qədər sürətli hazırlasam, onun içini doldurmaq mənim üçün bir o qədər rahat olar. Ona görə mən oturub fikirləşirəm ki, mən necə eləyə bilərəm ki, hər layihə yazanda oturub sıfırdan bunun wireframe-ini hazırlamaq mənim çox vaxtımı almasın. Mən bunun üçün bir yol fikirləşirəm. Flex bilirəm, tamam, okey. Grid bilirəm, tamam, okey. Amma mən istəyirəm ki, elə bir hazır bir sistem yazım qoyum ki, özüm üçün. Sonradan mənim artıq CSS yazmağa çox ehtiyacım olmasın. Necə ki, baxın, mən öncədən burada bu klassları yazmışam.
Bu klassları yazmışam və sonra sadəcə HTML-də klass adlarını dəyişdirərək mən bunu dəyişdirə bilirəm. Məsələn, deyirəm ki, bunu sadəcə burada, baxın, bir sətirdə CSS yazmadan gedib sadəcə klass adını dəyişdirməklə mən bunun arxa fonunu dəyişdirə bilirəm. Yəni, məsələn, gəldim bura, bunu green yazsam, bu dəyişəcək. Baxın. Yəni, mən sadəcə bunu dəyişdirməklə rahatlıqla öz sistemimi yaza bilərəm. Bunun üçün də mən necə fikirləşirəm? Yəni, daha doğrusu, bu işi həll edə bilmək üçün ən böyük problem həmişə layihənin ilkin strukturunu hazırlamaq olub. Bunu eləmək üçün də biz nədən istifadə edirik? Biz bunun üçün sistemimizi elə yazacaq ki, elə bir klasslar yazacaq ki, bu bizim üçün bütün layihəni eskizini hazırlamaq üçün, bütün layihənin formatını hazırlamaq üçün rahat bir sistem verəcək. Bunun məntiqi də necədir? İndi təsəvvür edin ki, mən bunu yazanda birinci buradakı kodlarımı yeni bir dənə faylda yazacağım, layout CSS-də yazacağım. Və belə bir təsəvvür edəcəm. Deyəcəm ki, mən bütün web saytımın içərisində hansı hissəni hazırlamaq istəyirəmsə, wireframe-ini hazırladığım hissəni, hansı hissəni hazırlamaq istəyirəmsə, oranı cədvəl olaraq düşünürəm. Cədvəl, yəni bildiyimiz Excel cədvəli və ya bildiyimiz cədvəl. Hansı ki, bir cədvəl də nədən ibarətdir? Sətirdən və sütundan ibarətdir. Və belə bir assuming edirəm. Assuming nə demək? Belə bir qəbul edirəm. Deyirəm ki, CSS-də bundan sonra cədvəl məntiqini tətbiq eləmək üçün mən ona bir dənə ad verəcəm. Class adı verəcəm. Deyəcəm ki, container olsun mənim bundan sonraki cədvəlimin adı. Ondan sonra sətrimin adı row olsun. Sətir. Row olsun və ondan sonra şeyimin adı da, sütunumun adı da, sütun adı da olsun column. İndi və bu column məntiqini, yəni ki, sütun məntiqi, cədvəl nədən ibarət olur? Bir dənə cədvəl, hiyerarxiyası necə olur? Cədvəl, içində sətirlər və hər sətrin içərisində də sütunlar. İndi mən özümdə belə bir qəbul edirəm ki, mənim bir CSS-də istifadə edəcəyim cədvəl sətirlərdən və hər sətrin içərisində istifadə oluna biləcək 12 dənə sütundan ibarət. Onu mən necə özümdə təyin edəcəm? Deməli, mən burada bir dənə cədvəl fikirləşin. Belə. Deyirəm ki, go to sheets deyək. Bu deyil. Bircə dəqiqə. Bunu açaq. Deməli, mən belə bir cədvəl düşünürəm. Özümdə, yəni ki, planlama eləyərkən belə fikirləşirəm. Deyirəm ki, mənim ümumi cədvəlim, yəni quracağım cədvəl, yəni adını container adı verəcəyim cədvəl, ən maksimum 12 sütundan ibarət formada ola bilər. Və mən bütün səhifəmi bu 12 sütunluq məntiqə görə tərtib edəcəm. Və indi təsəvvür edin ki, və hər sütun üçün, məsələn, buna deyirəm ki, buna ad verirəm. Bu bir sütunun adına call1 adı verirəm. Buna call1 adı verirəm. Və bunu 12 dənə təkrarlayıram. Hətta bunu bir yuxarıya da bir dənə sətir əlavə edək. Deyək 1 12 dənə olsun. Pardon. 1, 2 və bunu mən artıracağım 12'ye kadar. Olsun 13 və bunları bir ortalayayım. Rahat görünsün deyə. Belə bir 12 dənə sütun deyirəm və hər birinə baxın, birinci bir sütunu ifadə eləmək üçün, bir sütunluq ərazini ifadə eləmək üçün ona ad verirəm, call1 adı verirəm və bu şəkildə bunu tərtib edirəm. Deyirəm ki, bu olsun nə? Call1.
Ondan sonra bu diqqət edirsək, bu ərazi nə qədər olacaq? Və hər birinə kol 1 adı verirəm. Sonra deyirəm ki, bunu deyirəm ki, merge cells. Buna da eyni şəkildə bunları indi nümunə olaraq verəcəm. Merge cells. Merge cells. Bunu da nümunə olaraq verim və indi baxın, iki sütunluq ərazini təyin eləmək üçün mən ad verirəm bura kol 2. Baxın bu şəkildə. Ondan sonra 3 sütunluq ərazini, hətta bunun ətrafını rahatlıqla bir dənə border verək ki, rahatlıqla görə biləsiniz. Bu bura. Ondan sonra bu şəkildə kol 2. Ondan sonra belə deyək. Belə. Ondan sonra gəlirəm 3 sütunluq ərazini tutacaq genişliyini ifadə eləmək üçün mən buna kol 3 deyirəm. Kol 3. Ondan sonra 4 dənə sütunluq ərazini tutacaq əraziyə kol 4 deyirəm. Bu şəkildə. Və bu şəkildə mən bütün 12 kolumı bu şəkildə başlayıram klasslarla, adlarla ifadə eləməyə. Deyirəm ki, əgər bir hissəm, mənim yazacağım bir hissə 4də bir, necə deyərək, 4 sütunluq ərazini tutacaqsa, tutmalıdırsa, ona kol 4 adı verəcəm. Deməli, 3 dənə ərazini tutacaqsa, kol 3 adı verəcəm, kol 1 adı verəcəm, kol 2 adı verəcəm. İndi bunu mən sistemini burada yazdım. İndi buna nə ad verəcəm hər birinə? Bu olacaq nə? Row. Ondan sonra bu olacaq row. Hər birinə, hər sətirə row deyə ad verəcəm. Class adı verəcəm. Və ümumi bu ərazimə isə mən container adı verəcəm. Məntiq olaraq özümdə öncədən belə bir sistem qururam. Və bunun necə tətbiq olunacağını, bunun sistemini yazıram. Bunun birinci sistemini yazıram və ondan sonra götürüb onu istifadə edəcəm. Və indi mən bunu yazarkən, bunun hazır sistemini yazmışam mən. İndi onu sizə göstərəcəm. Bircə dəqiqə, o haradaydı? O faylı götürək. Buradan baxaq. Bir dəqiqə. Var o. Qalsın. Buradadır. Önemli değil. Buradan birbaşa yazaq. İndi mən baxın, bunların başlayıram yavaş-yavaş klassları təyin eləməyə. Birinci deyirəm ki, container klassı iki formatda ola bilər. Biz adətən diqqət edirsinizsə, iki üsulda sistem olur. Bəzi hissələr olur ki, bəzi cədvəllər olur ki, ekranın tamamını tutur. Baxın. Bəzi hissələr olur ki, ekranın müəyyən hissəsini tutur. Orta hissəsini tutur. Baxın. Bura. İndi mən bunları ayrı-ayrı cədvəllərdir bunlar. Diqqət edin. Bunlar üçün ayrı-ayrı klasslar yazacağım. Deyəcəm ki, bir dənə elə bir cədvəlim olsun ki, bu tam ekranı tutsun. Elə bir cədvəlim olsun ki, bu müəyyən sabit yeri tutsun. Bunun üçün yazıram bura, deyirəm ki, birincisi, buna deyirəm, hələ ki, bunun üzərində işləyəcəm. 1200 piksel. Bunun, bura 1200, 1300, 1100 və s. Bunu nə qədər ölçü verməli olduğumuz bizim istifadə edəcəyimiz layihəyə görə dəyişə bilər. Gəlirəm, margin 0.6 deyirəm buna. Bunu yazdım. Ondan sonra gəlib sətrimi təyin edirəm. Row.
İndi row-da biraz mən fərqli işləyəcəm. Row-da necə olmalıdır? Row-un içərisində sütunlar yan-yana düzülməlidir, düzdürmü? Sətir istiqamətində düzülməlidir. Dolayısıyla mən bunları əgər bunun içərisində, row-un içərisində mən sütunlar yazacamsa, mən bunları yan-yana düzə bilmək üçün nədən istifadə etməliyəm? Display flex və deyəcəm ki, justify content, baxın, deyəcəm ki, justify content, space, between. Belə bir xüsusiyyət verəcəm bunu. Yəni, deyəcəm ki, əgər bir sətir varsa, sətirin içərisində hansı elementlər yazacamsa, onu mən bu şəkildə istifadə edəcəm. İndi gəlirəm, başlayıram yavaş-yavaş burada təyin elədiyim klassları ifadə eləməyə. Gəlirəm, baxın, burada bəsit bir riyazi call 1-i təyin edirəm. Call 1-in ölçüsünü təyin eləmək üçün, baxın, bunun ümumi ərazisini mən 100% olaraq qəbul eləsəm, baxın, bütün ərazini 100% olaraq qəbul eləsəm, bunun ərazisini hesablamaq üçün bu neçədə 1-dir? 12-də 1. Yəni 100%-in 12 hissəsindən birini təşkil edir. Bunun genişliyi, call 1-in genişliyi. Diqqət edin. Yəni 12 hissəyə bölünür, bir hissəsi götürülür. Bunu da riyazi olaraq mən bu şəkildə edirəm. Deyirəm ki, bunun genişliyi olsun. Calc funksiyası ilə edirəm. Deyirəm ki, 100% bəsit riyazi hesablama bölünsün 12. Bunu da bir dənə mötərizəyə alaq. Hesablamanın daha rahat ola bilməsi üçün, görə bilməyim üçün. 100% 12-yə bölüb vururam 1-ə. Yəni 12-də 1-ini göstərə bilmək üçün. Ondan sonra deyirəm ki, bu call 1. Ondan sonra call 2 nə olmalıdır? Baxın, bu bunun 2 qatıdır. Fikir verin, bunun 2 qatıdır. Dolayısıyla eyni şeyi mən burada kopya edirəm. Deyirəm ki, buranın adını 2 verirəm və burada 2 verirəm. Ondan sonra call 3 üçün eyni şeyi edirəm. Call 3 və burada call 3 deyirəm. Ondan sonra deyirəm call 4 və bu 12 dənə klasın 12'si üçün də bunu yazacağım. 4. Yəni bu ilkin etapda sizə yorucu gələ bilər, başlanğıc olaraq yorucu gələ bilər yazma, amma görəcəksiniz ki, mən bu klassları yazdıqdan sonra nə qədər işim asanlaşacaq. Yəni ki, CSS yazanda, hər hansı bir layihəni yazmağa çalışanda mən bundan necə optimal şəkildə istifadə edəcəm. 6, biraz səbirli olaq, bunu yazım mən. 6, 7, 8, 9, 10. Gələk bura. Bu 5'də 6'dır. Və bunu 7 ne deyək? Bir dəqiqə. Və bunları seçim. Burada. Və 2 dənə eyni elementi seçə bilmək üçün CTRL D-dən istifadə edə bilərsən. Məsələn, 6'ları seçib 7 eləmək istəyirəm, fikir verin. Bunları gəlirəm buna, bunu seçirəm, altını seçirəm və Ctrl D edirəm və diqqət edin, X-ini də seçmiş olur mənim üçün və mən buna görə gəlirəm bura deyirəm ki, belə bunu dəyişdirirəm. Deyirəm ki, bu olsun 8, eyni şəkildə gəlirəm. Bunu aşağı eləyək. Bunlar da əslində bunları da yavaş-yavaş özünüzü alışdırsaz, mən bunu rahatlıqla dəyişdirə bilərəm. Gəldim. Bir dənə də bura. Deyirəm ki, bu olsun 9. Bu olsun 10. Bu olsun 11 və bu da olsun 12. Bu da olsun 12. Bütün klasslarımı yazdım. Diqqət edirsinizsə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 12. Baxın, öncədən hazır klasslarımı yazdım. İndi mən bunları necə istifadə edəcəm? Bunlara baxın. Deməli, mən gələcəm. Deməli, burada bunlardan istifadə eləmə üsuluna gələcəm. Gəlirəm indi burada. Deyirəm ki, bunu sil. Deyirəm ki, mən nə eləmək istəyirəm?
Mən istəyirəm ki, məsələn, mənim ekranımda məsələn 4 dənə sütunum olsun. Düzdürmü? 4 dənə sütunum olsun, içərisində belə qutular olsun. Ona görə gəlirəm, deyirəm ki, mən burada bir dənə cədvəl quracam. Adına deyəcəm konteyner, çünki cədvələ konteyner adı verirəm mən. Baxın. Gəldim bura, deyirəm ki, bir dənə şeyim olsun, konteynerim olsun. Bircə dəqiqə, bu niyə məndə vermir? Ola bilər ki, nəsə şey olsun. Bura bir dənə konteyner cədvəlimi təyin elədim. Cədvəlimin içərisində nə olmalıdır? Sətir olmalıdır. Deyirəm ki, div class row. Bir dənə sətrim var. Bu sətrimin içərisində neçə dənə sütun olmasını istəyirəm? Məsələn, 4 dənə sütun olmasını istəyirəm. İndi gəlin bəsit bir riyazi hesablama eləyək. Əgər mən ekranımda 4 dənə sütun görmək istəyirəmsə, hər sütunun genişliyi nə qədər olmalıdır? Ümumi 12-dirsə, 3 olmalıdır. Diqqət edirsinizsə. Yəni ki, 12 sütunu 4 hissəyə bölmək istəyirəmsə, hər sütunun genişliyi olmalıdır 3. Yəni, dolayısıyla bunun üçün də mənə lazım olan class hansıdır? Baxın, budur. Call 3 yazmışam. Deməli, mən burada nə edəcəm? Bunun içərisində gələcəm. Deyəcəm ki, div class call 3. Bunlar neçə dənə olacaq? 1. Bunu kopyalayayım, çoxalım. 2, 3, 4 dənə. Baxın, 2, 3 və 4. Bunu yazdıq. Diqqət edirsinizsə, mən indi bunu bölüşdürdüm bu şəkildə və indi baxın, bu təsir eləmədi. Niyə? Çünki burada mənim yazdığım bu fayllar ayrı bir dənə layout CSS deyə ayrı bir fayldır. Mən bunu gətirib qoşmalıyam. Bunu qoşanda diqqət edin, hara qoşacaqsınız? Style CSS-i qoşduğunuz yerdən bir əvvələ. Çünki bu sxemanı, sistemi hazırlamaq üçündür. CSS layout. Bunu qoşdum. Baxın, bu avtomatik mənim üçün sütunlarımı böldü. Bunları görə bilmək üçün və mən bunların içərisində, bu sütunların içərisində də özüm bir dənə ayrıcana mənə lazım olan bir qutunu yaradacağım. Deyəcəm ki, bunların hər birinin içərisində də olsun div, klası da olsun box. Adına bir dənə class olsun. Və gəlirəm bura deyirəm ki, bunların içərisində style'ımda bircə dəqiqə. Və gəlirəm, baxın, bu box'ı qoydum. Eləmi? Bu mənim sistemimdir. Bunu silirəm artıq, buna ehtiyac qalmaz. Deməli, indi mən bu box'ı qoyduğum zaman və gəlirəm artıq buradakı klasslarda istifadə eləməyə. Gəlirəm, deyirəm ki, bunun deyək ki, arxa fonu nə olsun? Məsələn, deyək ki, border blue olsun. Bununki border red olsun. Border green olsun. Ondan sonra bununki də border red olsun. Görə bilməyimiz üçün. Baxın, belə bir sistem yarandı. Bu birinci sətrim. Birinci sətrimi istəyirəm 4 hissəyə bölünsün. İndi gəlirəm, deyirəm ki, ikinci sətrimdə, baxın, ikinci sətrimi biraz fərqli yazmaq istəyirəm. Deyirəm ki, row div class row olsun. Gəlirəm, deyirəm ki, bunun içərisi 2 dənə sütundan ibarət olsun. 2 dənə sütundan ibarət olsun. Amma bu sütunların biri balaca, biri böyük olsun. Yəni, 12 sütundursa ümumi ərazi, deyirəm ki, bir sütunum 4'lük ərazini tutsun, bir sütunum da 8'lik ərazini tutsun. Ona görə gəlirəm bura, deyirəm ki, div class div call 4 olsun bu. Baxın. Ondan sonra üstə gəl, bir dənə də div yaradacağım. Baxın, bunu da rahat yaza bilməyiniz üçün göstərirəm. Call 8. Bu şəkildə yazanda, baxın, bu mənim üçün 2 dənə class yaratdı. Və hər birinin içərisində də bir dənə div box yaradım. Bircə dəqiqə. Gəlirəm bunun içərisində div box yaradıram. Div box. Bundan da bir dənə də bundan yaradıram. Və buna deyirəm ki, bu olsun BG blue olsun. Buna da deyirəm ki, BG red olsun. İndi baxın, görüntüyə necə bir görüntü əldə edəcəm mən, baxın.
İndi sistemi öncədən hazır yazdığım üçün, mən bunları rahatlıqla bu şəkildə bölüşdürə bilirəm. Bunu istədiyim qədər, istədiyim sütuna bölə bilərəm, istədiyim şeyə bölə bilərəm. Birinci eskizimi hazırlamaq üçün mən bunlardan yazdığım hazır klasslardan götürüb istifadə edəcəm. Sonra başlayacağam onun içini doldurmağa. Baxın, bunun üçün də deməli biz ekranımızı, sistemimizi, bir web saytımızı hissələrə, wireframe-ə bölə bilmək üçün 3 dənə mövzudan istifadə edə bilərik CSS-də. Flex mövzusundan istifadə edə bilərik. Grid mövzusundan istifadə edə bilərik. Ekranımızı bölmək. Bir də bu yazdığımız utility klasslarla, ortaq klasslarla istifadə edə bilərik. Bunların hansının harda istifadə olunacağını sadəcə proyekt yazarkən özünüz qərar verə bilərsiniz. Deyə bilərsiniz ki, mən buranı 12 kolumn sistemlə yaza bilərəm, gridlə yaza bilərəm və flexlə yaza bilərəm. Və bunu analiz eləmək üçün birinci 12 kolumn grid sistemini çox yaxşı başa düşmək lazımdır. Niyə? Çünki front-enddə bu sistem çox istifadə olunur. Yəni ki, hazır yazılmış, sonradan framework adını verəcəyimiz sistemlər ki var, bunlar da bu 12 kolumn məntiqindən istifadə edirlər. Yəni, dolayısıyla indidən özünüzün yazdığı 12 kolumn məntiqini düzgün başa düşsəz, sizin demək olar ki, bir web səhifəsini hazırlamaqda, bir web səhifəsini yazmaqda heç bir probleminiz olmaz. Dolayısıyla bu mövzunun üzərində çox ciddi qalacaq. Çox ciddi analiz eləməyiniz lazımdır. Çox ciddi öyrənə bilməyiniz lazımdır ki, sonraki dərslərdə biz artıq proyekt üzərində bunu tətbiq edəndə probleminiz olmasın. Okey. Belə, bugünkü dərsimiz bu qədər. Bu məntiqi qavramağa maksimum vaxt xərcləyin, maksimum fikirləşin ki, bu necə quruldu. Hətta baxmadan özünüz yazmağa çalışın ki, məntiqini həqiqətən qavramış olasınız. Bugünlük bu qədər.